Ukrayna ABŞ-ın 30 günlük müvəqqəti atəşkəs rejiminin tətbiq edilməsi təklifini qəbul etməyə hazırdır. Bu barədə ötən gün Ukrayna prezidenti Zelenski açıqlamasında deyib. O həmçinin açıqlamasında bildirib ki, Rusiyanın da qəbul edəcəyi təqdirdə həmçinin tərəflərin razılığı əsasında bu təklif uzadıla bilər. Bəs bununla müharibə bitdimi? Ümumiyyətlə, Rusiya bu təkliflə razılaşacaqmı? 30 günlük ateşkəsdən nə gözləmək olar? Rusiya çoxdan razıdır. Prosto onu danışdıran lazımdır. Mesela onu danışdıran lazımdır. Trump da danışdırdı onu. Sizcə müharibə bitdi hesab etmək olarmı? Hesab etmək olmaz, amma ki yavaş-yavaş gedəcək də üz o yana. Yəni hesab etmək olar ki bitir, amma ki çox uzun çəkəcək proses. Mənə elə gəlir ki, bu müharibədə həmişəki kimi Rusiyaya inanmaq olmaz. Çünki Rusiya həmişə bugün dediyi şeyi sabah əgər ona uyğun deyilsə fikrini dəyişə bilər. Amma əlbəttə bu insanlar da yorulub. İstər Rusiyada, istər Ukraynada, istər elə Avropada da. Yerli cəmaət də çox əziyyət çəkirlər. Ona görə mənə elə gəlir ki, ola bilsin ki, Rusiya yəni bu görüşə inansın və müvəqqəti olaraq dayansın. Amma çox çəkməyəcək. Yəni bu olsa da yenə də atəş səsləri bəli eşidiləcək. O %100'dür, çünki 100%. Amma mənə elə gəlir ki, müharibə dayansa daha yaxşı olar. Amma müharibənin belə bir tez zamanda dayanmasına inamım yoxdur. Birinci onu demək istəyirəm ki, Rusiya mütləq razı olacaq. Düzdür, çox çətinliklə gedir bu proses. Çox çətinliklə göründü ki, Zelenski getdi. Hansı təzyiqlərlə qayıtdı öz postuna, Kiyevə, o aydındır. Ancaq indi də artıq məlumdur ki, Rusiya ilə Amerika, Trump arasında vəziyyət get-gedə normallaşır, əlaqələr get-gedə möhkəmlənir. Ümid var da, ümid var ki, yaxşılaşa, yaxşı olar. Hətta yaxınlarda onların görüşü də olacaq. Belə bir vəziyyətdə mən düşünürəm ki, atəşkəs bir ayda, hələlik bir ay bunu yaxşı olacaq, barışıq olacaq və sülh yaranacaq. Elə bir vəziyyətə gəlib çatıb ki, Ukraynanın maddi ehtiyatları da qutarıb, həm də resursları da azalıb. Müəyyən bir müddət dayanmalıdır, yenidən qüvvələr toplamalıdır. Bu qüvvələr toplanmasına iki dənə səbəb olmalıdır. Avropanın dalında durmalıdır ki, bu qüvvələr yenidən toplamalıdır, ya da Amerika. Amerika bu dəqiqə hal-hazırda ikili siyasət oynadığına görə öz maddi maraqlarına əsas güdür. Maddi maraqları da iqtisadiyyatdır. Bir də onun istəyir ki, gəlirlərini, ehtiyatlarını, yeraltı ehtiyatlarını, yerüstü ehtiyatlarını ələ keçirsin. Ələ keçirməyəndə üst sayfadır. Bu da istəsəməz Ukraynanın şeyli. Son dövrlərdə isə Avropa üzrə artıq başa düşür ki, Amerikanın üzrə istəsəməz Amerika Avropanın da öz asılılığına salır. Ona görə də Ukraynaya köməkli eləyəcək. Amma Ukraynaya bu dəqiqə kömək olması üçün sülh mümkün qədər lazımdır. Çünki əsgərlərin təlim keçməlidir, yenidən güclənməsidir. Vacib olanı odur ki, bu 30 günlük atəşkəsdə Amerikanın Ukrayna ilə bağlamaq istədiyi o qiymətli metallarla əlaqədar onların yataqlarının emal olunması məsələsi var. Bunu birinci növbədə həll eləyəcəklər. Hələ Rusiya tərəfin bu məsələyə razı olub-olmamağını bilmirəm. Amma bunlar çalışacaq ki, atəşkəsə, yəni Amerika çalışacaq ki, atəşkəsə nail olsunlar ki, bax bu mən dediyim məsələni aradan qaldıra bilsinlər, onu həll eləyə bilsinlər. Bu çox vacib məsələdir onlar üçün. İşin digər tərəfi, hal-hazırda Rusların tutduqları nə qədər ərazi ki var, onlar istəyəcəklər ki, tutduqları ərazi bunlarda qalmaqla atəşkəs istəyəcəklər. Çox güman ki, buna da Ukrayna tərəfi heç razı olmayacaqdır. Müharibə bitdi demək olmaz. Bax, o şərtlə müharibə bitə bilər ki, Rusiya tərəfi tam razılaşsın və Ukraynanın tələbinin biri odur ki, özlərinin keçmiş ərazilərində qalsınlar. Yəni buna Rusiya tərəfi inanmıram ki, bu qədər itki verəndən sonra razılaşarlar. Ümumi yayılan məlumatlara görə Rusiya razı deyil artıq. Çünki onlar hesab edirlər ki, orada Dövlət Dumasında Müdafiə Komitəsinin sədri açıq şəkildə bildirib ki, həmin 30 gün yalnız Ukrayna xeyrinə olar, Ukrayna ordusu gücləndirməklə, yerlərini dəyişməklə və ordu ilə məşğul olacaq. Ona görə onlar prinsip ehtiramdan razı deyil, artıq münasibət bildiriblər. Bəs necə düşünürsünüz, bu prosesdən sonra necə olacaq? Yəni, Ukrayna xeyrinə olacaq, yerlə göy birləşəcək.